kişi ağlamaz, kişi dərdini gəlib kiməsə danışmaz, belə də ki, mentaliteti ilə böyüdürlər daha çox. Bu nüans həqiqətənmi təsir edirmi yetərsiz kimi hiss etməyə? Kişilərin yaşantılarını ikiyə bölmüşük. Kişi əsəbi ola bilər, kişi aqressiv ola bilər, kişi buna bənzər göstəricilər ola bilər, amma kişi kömək istəyə bilməz. Kişi o dövrdə zəif ola bilməz. Kişi nələrsə bölüşmək istəyə bilməz. Bu artıq bizdə tam əks bir qarşılanma ilə qarşılanır ki, niyə sən zərif görünməkdən çəkinirlər. Və kişilər də yaşadıqlarını biruzə verə bilmirlər. Onlar bir dövrdən sonra hisslərini deyil, hisslərini danışmağı unudurlar ki, biz də hisslərimizi bildirə bilərik. Bu isə o demək deyil ki, o daxildə yaşanan problemlər örtbasdır olunub gedir. Xeyr, o problemlər artıq davranışa keçir. Əsəbi, aqressiya, artıq yoldaşlarına daha çox vaxt keçirir, nəinki ailəsində ki, müəyyən şeyləri biruzə verməsin və yaxud da aşırı idmana özünü verir, aşırı işə özünü verir. Bu da hər zaman məhsuldar və uğurlu alınmır. Xeyr, keyfiyyət göstəricisi deyil. Bunun altında yatan səbəblər var. Təbii ki, bizdə belə deyək, xanım da olaraq bəyə mənə hər şey danış, mənə hər şey de deməsi bir çıxış yolu deyil. Çünki bu hər kəs bir cür individual reaksiya verir. Burada yəni mən səni dinləyirəm, hər zaman səni dinləməyə hazıram. İndi danışmaya bilərsən, danışmaq istədiyin hər zaman səni dinləməyə hazıram. Bu cümləni deməklə düşünürəm ki, qapını açıq qoymuş, müəyyən qədər rahatlamış eləyə bilər qarşı tərəfi partnyorunu.